Salam, sabahınız xeyirli, uğurlu olsun, gününüz xoşmənalı keçsin. Deməli, qızlar, bu gündən qərarlaşdırmışam ki, Allahın izni ilə sağlıqlı bəslənməyə keçim. Da bayramda bitdi, bayramlarımız da qurtardı. Olan şəkərbıramız, paxlavamız da bitdi. Biz də nə edirik? Keçirik sağlıqlı qidalanmağa. Həqiqətən bu bir aydan çoxdur. Demək olar ki, sağlıqlı qidalana bilmədim. Suyumu vaxtında içə bilmədim. Məlum məsələ, yəni orucuyduq. Ona görə bol-bol su içə bilmədim. İndi bu gündən qərarlaşdırdım ki, çox şükür başlayım sağlıqlı qidalanmağa və aldığım çəkiləri də geri vermək üçün bu gündən start verirəm. Siz də mənimlə əgər arıqlamaq istəyirsinizsə, çəki vermək istəyirsinizsə, sağlıqlı qidalanmaq istəyirsinizsə, hadi başlayalım. Bu gündən sağlıqlı qidalanmağa. Demək, nə edirəm qızlar? Limonumu sıxdım. Yarım limondur. Üstünə də bir çay qaşığı alma sirkəsi əlavə edəcəm. Demək, əlavə edin. Mədə turşuluğu varsa sizdə az atın. Yəni bu sirkə nə üçündür qızlar? Bağırsağımızı işlətmək üçündür, sərsər toksinlərdən arındırmaq üçündür. Mütləq edin. Əgər mədə sorunuz yoxdursa, mədə bağırsaq sorunuz yoxdursa, sirkə özü də elə bir, yəni ziyansız bir şeydir. Belə deyim, nə üçün ziyansız? Bağırsaqlarımıza güc qüvvət verir, onlara gözəl bakteri verir, xeyirli bakterilər verir, pis ziyanlı şeyləri də bədənimizdən atmağa kömək olur. Belə, mən limonlu sirkəli suyumu içeyim, ilıq vəziyyətdə. Sonra yenə görüşərik yeməyimizdə. Qızlar, Allah mamamın canını sağ eləsin, Allah bütün valideynləri qorusun. Mamam öz kənd yumurtasından dünən mənə gətirib, sağ olsun. Kənd yumurtasından istifadə edəcəm. Demək, gün elinə də qızıma da bişirirəm. Hərəmizə 2 yumurta. Yeməyimiz hazırdır qızlar, səhər yeməyimiz. Demək, 4 yumurta vurdum qızlar, 2 Günelin, qızımın, 2 də mənim. Zeytunumuz var, qozumuz var, tvaroqumuz var və cavanlıq sirri olan kökümüz var. Retinol tərkiblidir, çox xeyirlidir, C vitamini ilə zəngindir, C vitamini ilə zəngindir qızlar. Yeyək, bizə nuş olsun, heyf ki qızlar. Bugün süfrəmiz belə oldu. Göyərtimiz yoxdur, ancaq lifdən, kökdən istifadə edirik lif olaraq. Xiyarımız, pomidorumuz yoxdur, təəssüf ki, yağış yağır, heç ara çıxa bilmirik. Ona görə bugünkü kahvaltımız, səhər yeməyimiz belə. Yeyən hər kəsə və bizə xoş olsun.
Deməli bunun qızlar örtüyü bu pakrivalı çox böyük idi. Bunu keçən il Türkiyəyə gedəndə uşaqlarımın yanına oradan almışdım. Bunu da demək bu örtük çox böyük idi. Bunun kəsdim qıraqlarını, belə bir yastıq tikdim, belə qırağından bağlanmalı, belə kəndiri. Artığını israf eləmədim. Belə döşək yastıqçı, balaca da yastıqçı elədim. Belə də qoydum. Çox qəşəngdir materialı. Yüngüldür. Elə yaya da yaxşıdır. İnşallah qismət olsa, getsəm belələrini oradan yenə almaq istəyərəm. Rahatdır, yuyulması da, taxılması da. Deməli qızlar, saat 2-dir, ara öynümü edirəm. Biraz kəsmikdir, 7-8 dənə badamdır, bir də qoxu. Bu bizim ara öynümüz. Buranı da səliqəyə saldım. Demək olar ki, yay geyimlərindən, dəstlərdən çıxartdım. Hamısını səliqə ilə yığdım. Hicablarımı seçdim. Bunları da yerləşdirdim. Sadəcə olaraq uzun-uzadı çəkmək istəmədim. Çəkmək biraz montaj eləmək çox uzun çəkirdi ya. Həm də sizi yormaq istəmədim. Keçən dəfə də çünki ev vloqu təmizliklə bağlı çəkilişlər eləmişdim. Ona görə belə qısa göstərmək istədim. Hicablarımı da seçdim. Lazım olanlar. Çünki keçən ləqəm örtmədiklərim var idi. Bildim ki, bu ildə onları örtməyəcəm. Ona görə onları seçdim, götürdüm. İnşallah ehtiyacı olanlara verəcəm. Hamısı təzədir demək olar ki. Heç eləsi var ki, örtməmişəm. Sadəcə alıb qoymuşam. İndi onlardan ehtiyacı olanlara verəcəm inşallah. Belə oranı da yığışdırdım. Buralarda belə mən bu materialları çox sevirəm. Belə bunları yığmışam. Hələ aşağıdakı polkada da çoxdur. Biraz da ehtiyacım olduğu. Mən çox yəni kosmetikadan istifadə edən biri deyiləm. Ona görə yüngülvari belə bir yerə getmək üçün falan elə varımdır. Belə yerləşdirdim. Burada açkilərimi yerləşdirdim, iynəklərimi. Burada tokalar, nə bilim, belə hamısını yerləşdirdim. Buranı da şükür, çox şükür rahatladım. Burada da belə bunu da səliqəyə saldım. Bu da belə bir orqanizerdir. Bunları da belə yerləşdirdim. Yenə deyirəm, mən çox kosmetikadan falandan istifadə etmirəm. Ehtiyacım olan günəş kremidir, gündəlik üz kremləridir. Belə gözaltı kremdir. Yəni bunlardan istifadə edirəm. Belə bunlar. İndi buranı da silim, qəşəng tozunu alım bunların da qızlar. Bu da məndə çoxdandır, hardasa demək olar ki 20 ildir. Bu məndə belə müştəriyə zadı falan yığmışam, gümüşlərimi zadı yığmışam. Axşamınız xeyir qızlar. Axşam yeməyi vaxtıdır. Belə qreçkadır, yanında salat.
qızımla yeyirik. Bizə nuş olsun. Sizə göstərməyi unutmuşdum. Uşaqlara paltar alanda elə bunları xoşladım, bəyəndim. Belə şamdanlıq aldım. Şam qoymaq üçün xoşuma gəldi. Çoxdan da istəyirdim belə bir şey alım. Bir də belə bir yağdanlıq aldım. Ucuz idi, baxdım ki, münasibdir qiyməti. Belə böyük yağdanlığım yox idi, var idi, balacadır. Dedim ki, biraz da böyük olsun, litri də görsənir. Xoşuma gəldi, belə bir taxta ahşap şey var idi, atdıq, onu da qoydum. Belə görünür. Hələ buna şam almamışam qızlar, şam alanda onu da göstərərəm. Belə estetik baxımdan qəşəng görünür məncə. Sizcə də elədirmi? Belə gəldik günün sonuna da. Hər birinizə xeyirli axşamlar arzulayıram. Hər birinizi Allaha əmanət edirəm. Allah hər birinizi qorusun. Allahın zaminində olasınız. İnşallah gələn vloqumuzda görüşmək ümidi ilə məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Allaha əmanət olun. Allah üstünüz can olsun.